Düşünürəm ki, diqqətli olmaq lazımdır və həyəcana qapılmaq olmaz. Yəni hər hansısa bir sualda problem yaşansa belə o sualı saxlayıb sonda yenidən qayıtmaqla bu problemin öhdəsindən gəlmək olar. Yəni düzgün şəkildə bölgü etdikdə, vaxt bölgüsü etdikdə hər bir şeyə vaxt çatdırmaq olur. Düşünürəm ki, abituriyent jurnalının model suallarını işləyirdim. Hər ilin olan model suallarını işləyirdim və həmçinin OTKAS portalında olan suallardan da istifadə edirdim. Mən 4-cü ixtisas qrupu üzrə hazırlaşıram, həkim olmaq istəyirəm. Düşünürəm ki, xeyr, doğru yanaşma deyil, beyninə istirahət vermək lazımdır. 700 bal ilə qəbul olmaq istəyirəm universitetə, ona görə də bütün fokusumu buna yönəltmişdim. İmtahana saatla aparmışdım və bu saatda imtahanı işləyə-işləyə vaxtımı düzgün bölürdüm. Məsləhətim olardı ki, ən əsas məqsədli olmaq lazımdır bu yolda. Düzgün çalışmaq, təkcə çox çalışmaq yox, həmçinin düzgün çalışmaq lazımdır. Çox test işləmək də burada önəmli faktordur. Çünki sadəcə mövzunu öyrənmək deyil, çoxlu test işləməkdə praktika etmək də önəmlidir. Gələcəkdə həkim kimi fəaliyyət göstərmək istəyirəm.